Xeyir söz, xeyir fikir, xeyir əməl, doğru söz, doğru fikir, doğru əməllə ürəyinizdə ata günəş olsun. Əziz dostlar, əziz Azərbaycan Respublikası vətəndaşları, əziz Türk dünyası. Çox təəssüf ki, Azərbaycan mətbuatı bu İmişli şəhərində baş verən hadisə ilə bağlı müzakirələr edirlər və biz bu məsələləri Türkiyə Cumhuriyyətinin Milli Müdafiə Naziri hörmətli Yaşar Gülərin Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə səfəri ilə bağlı məsələlərlə bağlıdır. Türkiyə Cumhuriyyətinin Müdafiə Naziri Yaşar Gülərin Müdafiə Nazirimiz hörmətli Zakir Həsənovla görüşdən sonra və təhsil ocaqları ilə görüşlərdən sonra bizim aldığımız məlumata görə Azərbaycan Respublikasında Türkiyə Cumhuriyyətinin qurucusu Ulu Öndəri Mustafa Kemal Atatürkün uzun illər xidmət etdiyi Osmanlı İmperiyasının hərb okulunun Azərbaycan Hərb Akademiyasında yaradılması ilə bağlı müzakirələr gedir. Və bu müzakirələrdən yayındırmaq üçün Rusiyanın xüsusi xidmət orqanları Azərbaycan televiziyalarında İmişlidə baş verən hadisələrlə bağlı müzakirələr edirlər. Biz 1905-ci ildə yaradılan difai hərəkatının ənənələrini yaşadan və bu ənənələrlə Azərbaycan Respublikasının dövlət müstəqilliyini və ölkə prezidentimiz cənab İlham Əliyevin 2024-cü ilin dekabrın 28-də imzaladığı sərəncamla 2025-ci il Azərbaycan Respublikasının Konstitusiya ilində biz Almaniyada yayımlanan Oğuz TV-də dünya mətbuatında biz öz milli mövqeyimizi ifadə elədik. Və baxmayaraq ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında müstəsna rolu oynayan Ulu Öndərimiz Məhəmməd Əmin Rəsulzadənin qrup yaratmış olduğu Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin üzvü Əli Oğuz bizi efir vasitəsilə bizi təhqir eləmək, bizim ailəmizi təhqir eləmək, bizim ailəmizi hədə-qorxu gəlmək istəyində bulundu. Və bizi ümumiyyətlə efirdən bizi kənarlaşdırdı. Çünki biz Azərbaycanda xaricində ölkəni tərk eləmiş blogerlərin gerçək üzlərini açdıq. Və onların Azərbaycan Respublikasının dövlət müstəqilliyinə və ümumiyyətlə milli maraqlara xidmət etmədiyini aşkarladıq. Və çox qəribədir ki, Rusiya Federasiyasının milli maraqlarına xidmət edən Sovet hakimiyyətinin 70 il qurduğu institutlar Azərbaycanda cəmiyyətimizi çaşdırmaq, cəmiyyəti milli maraqlardan uzaqlaşdırmaq yolunu tutdular. Türkiyə Cumhuriyyətinin silahlı qüvvələrinin nümayəndələri Azərbaycan Respublikasının prezidenti ilə, Müdafiə Naziri ilə görüşünü belə geniş şəkildə canlı yayımla yayımlamadılar. Azərbaycanda 340-a yaxın Rus məktəblərinin fəaliyyət göstərməsi, Azərbaycanda Seçenov Universitetinin, Lomonosov Universitetlərinin, Rus mədəniyyət mərkəzlərinin, Azərbaycanda Rus dilində teatr tamaşaları göstərən Rus dram teatrı və kukla teatrında
hələ də Rus ədəbiyyatının təbliğatı gedir. Rus mədəniyyətinin təbliğatı Akademik Dram Teatrında, Dövlət Pantomima Teatrında da gedir. Buna səsini çıxarmayan Azərbaycan Respublikasının 4-cü hakimiyyəti susqunluq nümayiş etdirir. Görəsən 9 may 2-ci Dünya müharibəsinin başa çatdığı gününün Azərbaycan Respublikasının dövlət müstəqilliyinə, bugünkü müstəqilliyimizə nə aidiyyatı var? Ümumiyyətlə 9 may paradda Azərbaycan Respublikasının dövlətimizə məxsus təyyarənin dekabrın 24-də Rusiyanın silahlı qüvvələrinin Ukrayna Respublikasının ərazisinə, xüsusilə Çeçenistan ərazisindən Grozno şəhərinə enən mülki təyyarəni terrora məruz qayması, bunun müqabilində Azərbaycan Respublikasının prezidentinin dünya xalqlarına müraciət edərkən Rusiya Federasiyasının silahlı qüvvələrinin Ali Başkomandanı Vladimir Putinə üzr istəmək tələbini sonra bu üzrxahlığı qəbul etməyərək törətdiyi Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı 1-ci Qarabağ müharibəsində, 2-ci Qarabağ müharibəsində antiterror əməliyyatı zamanı Gəncəni, Bərdəni, Tərtəri, Xocavəndi və Azərbaycanın Xocavənd şəhərinin Qarakənd qəsəbəsində törətdikləri hərbi cinayətlərə görə 1920-ci ilin 28 aprelində, 1990-cı il 20 yanvarında, 1937-ci ildə törətdikləri cinayətlərə görə Rusiya Federasiyasının Ali Hakimiyyət orqanının rəhbəri və özünü Sovet Sosialist Respublikasının və Çar Rusiyasının varisi elan edən Rusiya Federasiyasının prezidenti Vladimir Putin bugünə qədər Beynəlxalq Haqa məhkəməsinə verməyən Azərbaycan Respublikasının 4-cü hakimiyyəti olan mətbuat, hələ də Rusiyaya xidmət edən insanları efirlərə çağırıb, onları ziyalı kimi cəmiyyətə sırmaq, Azərbaycan kinematografiyanın nümayəndəsinin Azərbaycan dilinə və 15 iyun 2021-ci ildə imzalanan Şuşa bəyannaməsinə uyğun olaraq Türkiyə Cumhuriyyəti ilə müttəfiqlik bəyannaməsi imzalandığı bir gündə necə olur ki, Türk dili təhqir olunur? İmişli şəhərinin Ali məhkəmənin önündə Azərbaycan Respublikasının dövlət bayrağı endirilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin önündə dəfələrlə bayrağımız endirilir. Laçın şəhərində dəfələrlə Azərbaycan Respublikasının dövlət bayraqları endirilməsinə səslərini çıxarmayan bu insanlar Sovet İttifaqının eybəcər bayramlarını qeyd etməyə özlərinə şərəf bilən insanlar Azərbaycan gəncliyinə Rus müstəmləkəçiliyi öyrədirlər. Bəs görəsən, Azərbaycanın 70 illik müstəmləkəçilik tarixində milli azadlıq hərəkatı olan Azərbaycan legionerlərinin tarixi haqqında niyə dövlət televiziyalarında, niyə özəl televiziyalarda bir kəlmə təbliğat getmir? Azərbaycan legionerlərin, Türkistan legionerlərinin əziz xatirəsi, başda Əbdülrəhim bəy Fətərbəyli olmaqla o insanların əziz xatirəsi niyə televiziyalarımızda təbliğ olunmur? 9 mayın Azərbaycan xalqına nə aidiyyəti var? Tarixə nəzər salsaq, 1-ci Dünya müharibəsində biz Rus-Yapon müharibəsi və 1920-ci ildə 11-ci Qırmızı Ordunun Azərbaycan Xalq Cümhuriyyətini işğal etdiyini nəzərə alsaq, 1937-ci il repressiyaları nəzərə alsaq,
Görəsən tarixçilər hara baxır? Milli Elmlər Akademiyasının Tarix İnstitutu hara baxır? Nəyə görə televiziyalarda CBC kanalı, Baku TV kanalları həyasızcasına Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsini kobud şəkildə pozaraq Azərbaycan dilində yox, Rus dilində efir yayımlanır? Bəs buna niyə etiraz eləmirsiniz? Özünüzə şərəf, özünüzə ləyaqət bildiyiniz bütün televiziya kanallarınızda hələ də Sovet İttifaqının sırdığı filmlər, rəsm əsərləri, hələ də Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı, Yazıçılar İttifaqı adı altında Sovet İttifaqını təbliğ etdiyiniz nə qədər olacaq? Görəsən, iradəniz olsa bu ittifaqları ləğv etməyinə niyə iradəniz çatmır? Niyə bu ittifaqların fəaliyyəti hələ də davam edir? Görəsən, bu ittifaqlar nə zaman 28 aprel 1920-ci il işğalını qəbul ediblər? Bu insanlar 1993-cü ilin iyun ayının 4-də baş verən hərbi qiyamı nə zaman mövqe bildiriblər? Bu insanlar Azərbaycanda 1937-ci il repressiyalarına nə zaman siyasi qiymət veriblər? Baxın, Yazıçılar İttifaqında hələ də Sovet İttifaqının təbliğatı ilə məşğul olan insanlar əyləşiblər. Yazıçılar İttifaqında 1937-ci il repressiyalarında iştirak edən Səməd Vurğunlar, Rəsul Rızalar, Süleyman Rüstəmlər xalq yazıçısı adı altında cəmiyyətə sığınırlar. Hələ də Şuşa şəhərində Azərbaycanın kürəkçay müqaviləsi ilə Azərbaycan ərazilərini Rus tapdağına verən Sovet İttifaqının və ümumiyyətlə Çar Rusiyasının əziz qullarından biri olan Molla Pənah Vaqifi təbliğ edirlər. Görəsən, bu insanlarda sima, sifət, şərəf varmı? Varsa göstərsinlər. Görəsən, Azərbaycan Respublikasının Konstitusiyasının hansı maddəsində yazılıb ki, Rus dilində danışmaq şərtdir? İş yerlərində, elanlarında, hələ də saytlarda, Facebooklarda xarici dil kursu adı altında Rus dili sırınmaqla məşğuldur. Bəs buna niyə etiraz eləmirsiniz? Niyə bunlara fikir bildirmirsiniz? Mən tarixi geniş danışaram. Amma gəlin müasir tarixə baxaq. Gözümüzün önündə Ukrayna Respublikasının ərazi bütövlüyü qəsd olunub. Gürcüstan Respublikasının Abxaziya və Cənubi Osetiya əraziləri hələ də işğal altındadır. Moldova Respublikasının Dnestryanı əraziləri hələ də işğal altındadır. Buna səsini çıxarmadınız. Buna etiraz etmədiniz. BMT-nin iclaslarında Rusiya Federasiyasının işğalçı bir ölkə kimi 1991-ci ildən 93-cü ilə qədər Bişkek protokolu imzalanana qədər Dağlıq Qarabağ ərazilərinin işğal edən dövlət kimi tanımadınız. Hətta Ermənistan Respublikasının qurulmasında iştirak edən bir dövlət kimi tanımadınız. Hansı üzlə bizə vətənpərvərlik öyrədə bilərsiniz? Öz dilində danışmayan, öz dilini sevməyən, öz dilindən nifrət edən insanlar, Azərbaycanın müstəqilliyinə qarşı çıxan, Azərbaycanda demokratiya uğrunda mübarizə aparan insanlar bugün məhbəsdədirlər, məhkəmə önlərinə çıxarırlar. Amma bugün hələ də dövlət televiziyaları bu insanların demokratiya uğrunda mübarizə aparan şəxslər kimi təqdim olunmurlar. Və bunlar acı bir faktlardır. Mən hesab edirəm ki, 1990-cı ildə, necə ki 20 yanvarda Azərbaycan Dövlət Televiziyasına qarşı 366-cı alay enerji blokunu partlatmışdısa,
Necə ki Kəlbəcərdə və bizim 2 jurnalistimiz və 1992-ci ilin iyun ayının 15-də milli qəhrəman Çingiz Mustafayev, ANSM radiosunun təsisçisi Çingiz Mustafayev qəhrəmancasına şəhid olunmasında və mənim Zəngilan torpaqlarımda 30 il didərgin olmasında Rusiya Federasiyasının çox dırnaq arasında xidmətləri var. Mən heç bir zaman Rus xalqının Azərbaycana dost münasibət olduğunu düşünməmişəm. Ümumiyyətlə, bu cür düşüncələrdən uzağam. Azərbaycan dilinə o qədər sevgi ilə, o qədər məhəbbətlə yanaşıram ki, xalqıma da tövsiyə edərdim ki, Rus mədəniyyətindən, Rus ədəbiyyatından, Rus tarixindən imtina eləsinlər. Və düşünürəm ki, buna zaman gəlməlidir. Artıq Azərbaycan xalqı Avropaya inteqrasiya etməlidir. Azərbaycan xalqı Türk dünyasına inteqrasiya etməlidir. Azərbaycan demokratik yolla faktiki olaraq parlament seçkilərini, bələdiyyə seçkilərini, prezident seçkilərində yenidən keçirməlidir. Əlbəttə ki, biz əminik ki, İlham Əliyev xalqın iradəsi ilə yenidən seçiləcək. Xalqın İlham Əliyevə rəğbəti çox böyükdür. Biz buna şübhə etmirik. Ancaq bir məsələ var ki, seçkiləri saxtalaşdıranlar da, rüşvətxorluqla məşğul olanlar da, xaricdən qrant alanlar da, qaçaqmalçılıqla məşğul olanlar da 70 il Rus əsarətinə xidmət edənlərdirlər. Bunu heç kim dana bilməz və biz bunu heç bir halda danmırıq. Amma çox təəssüf ki, bugün məhkəmə iclasları bizim demokratiya uğrunda aparan jurnalistlərimiz, qeyri-hökumət təşkilatı nümayəndələrimiz, siyasi partiya nümayəndələrimiz, onlar da Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Onların da Azərbaycan xalqı qədər böyük mənada dəstəkləri var. Amma çox təəssüf ki, mən Azərbaycan televiziyasında sərbəst şəkildə fikrimi səsləndirə bilirəm. Dövlət kanallarında istədiyim şəkildə müsahibə verə bilirəm. Amma bugün Sovet İttifaqına qulluq eləyənlər Azərbaycan gəncliyinə söz azadlığı tanımırlar. Bugün televiziya kanallarında Azərbaycan gəncliyinin bir tribunası yoxdur. Budur Rusiya neokolonizmi. Ona görə də mən bu məsələlərə həssaslıqla yanaşaraq bir mənalı şəkildə Azərbaycan cəmiyyətini çaşdırmaq istəyirlər və biz belə iyrənc, düşük təbliğatlardan uzağıq, saxta vətənpərvərlikdən uzağıq, real işlər görülməlidir. Televiziyalarımız bu mövzuları müzakirəyə belə çıxarmamalıdır. Baxın, Ağsaqqallar Şurasının heç bir hüquqi əsası yoxdur. Ağsaqqallar Şurasını Azərbaycan Respublikasının prezidenti təyin etmir. Onun heç bir dövlət statusu yoxdur. O sadəcə formal xarakterli Sovet İttifaqının təbliğatı ilə məşğul olan bir qurumdur. Bunu bilə-bilə bir Don Kixotcasına bu mənasız bayraq mövzusunu müzakirəyə çıxarmağın heç bir mənası yoxdur. Ümumiyyətlə, bu bayrağın zaten orada heykəllərin sökülmədiyi təqdirdə, 9 may tarixinin təbliğ edilmədiyi təqdirdə bu məsələlər öz kökündən həll olunası bir məsələdir. Ona görə də 9 mayın Azərbaycan xalqına heç bir aidiyyəti yoxdur. Bəzi insanlar deyə bilərlər ki, Azərbaycan neftinin hesabına və yaxud da bizim Yusif Məmmədəliyevin elmi araşdırmaların hesabına, Azərbaycan neftinin hesabına Sovet İttifaqı 2-ci Dünya müharibəsində dırnaq arasında Almaniya ordusu üzərində qələbə çalıb. Amma Almaniya ordusu üzərində qələbə ilə nəyə nail olduq ki? Biz daha 40 ildə müstəmləkə şəraitində yaşadıq.
müstəqilliyimiz daha da möhkəmləndi. Daha doğrusu müstəmləkəçiliyimiz, bizə qarşı edilən müstəmləkə siyasəti daha da möhkəmləndi. Yəni buna sevinmək mi lazımdır? Bəs Azərbaycan legionerlərinin milli azadlıq uğrunda apardıqları mübarizəni necə kənara ataq? Niyə bunu təbliğ eləmək kənara atırlar? Olmazmı bu təbliğatı aparasınız? Bizim bugün 34 illik müstəqillik örnəklərimiz var. Bizim qazilərimizin, şəhid ailələrimizin göstərdiyi şücaətlər var. Və baxın, Heydər Əliyev Fondunun gördüyü işlər var. Bugün regionlarımızda, Qarabağ zonasında görülən işlər var. Ağıllı kənd layihəsi var, smart kənd layihəsi var, asan xidmət modeli var. Şəhid ailələrinə mənzillər verilməsi var. Qaçqınlarımızın, məcburi köçkünlərimizin qayıdış problemi həll olunur. Biz bu məsələləri, bu cür uğurlu işləri, uğurlu layihələri kənara atıb, iyrənc, eybəcər, bizə heç bir fayda verməyən, mənasız sayılan mövzuları müzakirəyə çıxarmağın nə mənası? Və Ağsaqqallar Şurasının Azərbaycanda heç bir hüquqi çəkisi yoxdur. Ümumiyyətlə, bunu müzakirəyə çıxarmağın özü bir gülməlidir. Və özü də bu məsələlərdən vətənpərvərlik yaratmaq özü bir eybəcərlikdir. 9 mayın Azərbaycan xalqının, Azərbaycan müstəqillik tarixinə, dövlətçilik uğrunda aparılan mübarizə tarixinə nə aidiyyatı var? Əksinə, Azərbaycan legionerləri məğlub olublar. Azərbaycanın müstəqillik uğrunda aparılan mübarizə məğlubiyyətlə bitib 2-ci Dünya müharibəsində. Biz bunu görə-görə tariximizi niyə diqqətlə oxumayaq? Və əllərində olsa həmin o Sovet İttifaqını bayrağını qaldıranlar, əlbəttə ki, onlar Azərbaycan dilini bilmədikləri üçün, onlar Rusiya kanallarına baxdıqları üçün efirləri də çıxıb ölkə prezidentimizi də təhqir edərlər. Bugün ölkə prezidentimizi təhqir edən adamlar 340 Rus məktəbində oxuyanlardılar. Və bunu sübutlarla, dəlillərlə də göstərə bilərik. Və özünə hörmət eləyən bir insan, özünə hörmət eləyən bir vətəndaş ümumiyyətlə 9 mayın qeyd edilməsinə yana olmamalıdır. Və ümumiyyətlə bu bayramı Ruslar eləyirlər. Çünki Ruslar işğalçılıq siyasəti üzərində siyasətlərini bugün də davam etdirirlər və onların bugün təbliğatı da 9 may üzərindəndir. Ukraynanı işğal etmək üçün, Gürcüstanı işğal eləmək üçün əslində faşist ab-havasında insanlara təbliğ edirlər. Ona görə də ruhurdanmı Ruslar faşizm üzərində qələbə çalıb? Əksinə, faşizm ruhunda bugün Ukrayna ərazilərini işğal edirlər, Gürcüstan ərazilərini işğal edirlər, Azərbaycanda bir Rusiya neokolonizmi yaradırlar. 5 milyon əhalini ruslaşdırırlar. Və ona görə də bu siyasətin baş verdiyi bir durumda insanlar nəyə etiraz elədiklərinin belə fərqində deyirlər. Mənim üçün Azərbaycan Respublikasının konstitusiyası var və bu konstitusiyanın üzərində vətəndaşların hüquq və azadlıqları var. Mənim üçün başqa bir bəhanə və yaxud başqa bir mövzu mənim üçün önəmli deyil. Mənim üçün maraqlı deyil bu mövzular. Ümumiyyətlə 9 may tarixi mənim üçün maraqlı deyil. Və burada qəribə bir mənzərədir ki, Türkiyə Cumhuriyyəti, qardaş Türkiyə Cumhuriyyəti bu müharibədə belə iştirak etmədi. İsveçrə iştirak eləmədi. Və ümumiyyətlə bir çox ölkələr bu müharibədən yan keçdilər. Və belə bir reallığın olduğu bir şəraitdə, baxın, Amerika Birləşmiş Ştatları 45-ci ilə qədər bu müharibədə iştirak etmədi. Tərəfsizliyini qorudu. Amma vəziyyət elə bir kritik hala gəldi ki, demokratik ölkələr, 1-ci Dünya müharibəsində respublika qurmuş ölkələr
işğala məruz qaldılar. Baxın, 2-ci Dünya müharibəsindən sonra Balkan yarımadası Rus əsarətinə məruz qaldı. Və Şərqi Avropa ölkələri Rus əsarətinə məruz qaldı. Macaristan, Çexiya, Slovakiya, Serbiya, Çernogoriya, Bosniya, Hersegovina böyük bir fəlakət gətirdi. Əfqanistan, Vietnam, Laos, Kuba, Venezuela və digər ölkələr Rus əsarətinə məruz qaldılar. Hələ də bu Rus əsarətindədirlər. Və biz bunları görə-görə biz bu məsələləri biz yaxın tariximizdə 5 il bundan əvvəl müharibədən təzəcə çıxmış və mən hesab edirəm ki, biz Rus faşizminə qalib gəldik. 44 günlük müharibədə və antiterror əməliyyatında biz Rus faşizminin başını əzdik. Lakin bizim televiziya kanallarımız hələ də xalqa aldatmaqla məşğuldular. Güya biz erməni faşizminə qalib gəlmişik. Amma unutmayın ki, ermənilər bugün öz ölkəsində Rus məktəblərini Rus dilində təhsili belə qadağan ediblər. Hətta Rusiya dövlətinin ali rəhbərini belə ölkəyə buraxmırlar. Və Ermənistan təəssüflər olsun ki, Rus əsarəti altından çıxmaq uğrunda mübarizə aparır. Ukraynada bu mübarizəni aparır. Gürcüstan da bu mübarizəni aparır. Lakin biz utanmadan çıxıb palazla vuruşuruq. Mövcudiyyətlə vuruşuruq. Bu cahilliyimizdir. Bu cəmiyyətin ən böyük cahilliyidir. Bayrağımızı endirənlərə etiraz etmirik. Bayrağımıza sərlənkar yanaşanlara etiraz edib onları işıqlandırmırıq. Mənasız və çürük mövzuları müzakirə ilə məşğul oluruq. Baxın, riyakarlığa baxın. 9 may paradına gedən əskərlərimizi, Moskvaya gedən əskərlərimizi qınamırıq. Onları kölə adlandırmırıq. Amma gedirik Rusiyanın 70 il qulu olan insanları qınayırıq. Bu nə qədər bir cahillikdir, bu nə qədər donkixotluqdur. Və bununla vətən qurtarılmaz. Və çox qəribədir ki, Azərbaycan ərazisində bircə mən Moskvada parada gedən insanları qınayan, Azərbaycan əskərlərini qınayan mən idim. Orada Azərbaycan bayrağının Rusiya ərazisində dalğalanması Azərbaycan üçün böyük bir rəzillikdir. Ona görə ki, bu bayraq Dərbənddə dalğalanmalıdır. Bu bayraq Borçalıda dalğalanmalıdır. Bu bayraq Qarayazıda dalğalanmalıdır. Bu bayraq Dərəliyəzdə dalğalanmalıdır. Bu bayraq Təbrizdə, Ərdəbildə dalğalanmalıdır. Axı, Moskvanın bizim dövlətimizə nə dəxli var? Və Moskva tamamilə slavyanlaşmış bir şəhərdir. Ümumiyyətlə, Slavyan mədəniyyətini qəbullənmiş insanlar gəlib bizə vətənpərvərlik dərsi verirlər. Baxın, Rus mədəniyyət evindən ağız dolusu danışanlar bugün məsələni örtbasdır eləməklə məşğuldurlar. Hanı o Baku TV-nin jurnalistləri? Qəhrəman idiniz. Hanı o Ayaz Salayevi qınayanlar? Bugün Ayaz Salayev utanmadan hələ də kinematografiyada işləyirsə, əlini sallaya-sallaya gəzirsə, Çingiz Abdullayev əlini sallaya-sallaya gəzirsə, deməli bizim cəmiyyət gündəmlə məşğuldur. Və ona görə bu cür lağlağı ilə, bu cür mənasız mövzuları müzakirəyə çıxarmağın heç bir hüquq əsası yoxdur. O insanlar ümumiyyətlə bu Ağsaqqallar Şurasını ləğv etmədikcə, bu mədəniyyət ittifaqlarını ləğv etmədikcə heç bir nəticəsi olmayacaq. Mən bir kəlmə heç bir zaman nazirlər haqqında, icra hakimiyyəti haqqında
Bir kəlmə danışmamışam. Prezident aparatı haqqında bir kəlmə danışmamışam. Mən bəzilərindən fərqli olaraq öz dövlətimin, vətəndaşların vergisi ilə maliyyələşən nazirlərimizi, icra hakimiyyətlərimizi heç bir zaman qınamamışam. Və heç bir zaman mən dövlətimdən narazı olmamışam. Amma bugün o insanlar dövlətini ittiham edirlər. Dövlətimizi ittiham edirlər. Deyirlər ki, niyə orada Azərbaycan bayrağı yoxdur? Axı bu 9 may ilə əlaqədar bir bayramdır. Bu Rusların bayramıdır. Bunun bizə nə dəxli var? Ümumiyyətlə bu bayramı niyə qeyd edirlər? Mən bunu anlaya bilmirəm. Və bunu ümumiyyətlə niyə yayımlayırlar? Bunu mediada niyə yayımlayırlar? Nədir məqsədləri? Demək ki, insanları aldatmaq, insanları tələyə salmaq, insanları Rus əsarətinə məhkum eləməkdir. İnsanları mövzudan yayındırmaqdır. Çünki Türkiyə Cumhuriyyətinin silahlı qüvvələrinin təmsilçiləri Azərbaycana gəlirlər. Bu mövzudan insanları yayındırmaqdır. Və ağlı başında olan insan bunu başa düşməlidir ki, xəbərləri oxuyanlar başa düşməlidirlər ki, ölkə prezidentimiz hərbi parada getmədi. Bir daha sübut etdi. Bir daha sübut etdi ki, Azərbaycan Respublikasının prezidentidir. Azərbaycan xalqının prezidentidir. Dünya Azərbaycanlarının prezidentidir. Və hanı İlham Əliyevi dəstəkləyən, İlham Əliyevə dəstəyini bildirən insanlar, mən onları istəyirəm ki, səslərini çıxarsınlar, etiraz eləsinlər Rusiya işğalına, təyyarəmizin vurulmasına etiraz eləsinlər. Və çox qəribədir ki, İlham Əliyevdən başqa heç kim Rusiyanın Azərbaycana vurduğu təyyarə ilə bağlı etirazını bildirmədi. Nə deputatlarımız bildirdilər, nə bələdiyyələrimiz bildirdilər, nə jurnalistlərimiz bildirdilər. Yəni, yalnız seçkili orqanlardan prezident bu məsələyə münasibət bildirdi. Və ona görə də, dostlar, mənim üçün bu əhəmiyyətsiz bir mövzudur və bunu mən müzakirəyə çıxarmağı mənasız hesab edirəm. Çünki Ağsaqqallar Şurasının sədr müavini, əgər Ağsaqqallar Şurasının sədri olacaqsa və Ağsaqqallar Şurası ləğv olunmayacaqsa, mənası nədir? Və ümumiyyətlə bu mövzunu müzakirə etməyin mənası nədir? Nədir insanların məqsədi? Yəni, jurnalistin vəzifəsi problemləri işıqlandırmaqdırsa, mən açıq-aşkar Azərbaycanın dövlət bayraqlarını, dövlət atributlarını müdafiə eləməyə borçluyum. Mən başqa ölkənin bayrağı ilə bağlı, başqa ölkənin dövlət atributları mən cavabdeh deyiləm. Və başqa ölkənin bayrağı məni maraqlandırmır. Amma cəsarətləri varsa Rusiya bayrağını yandırsınlar. Azərbaycanın xaricdə yaşayan blogerlərimiz Rusiya bayrağını yandırsınlar. Görək nə qədər vətənpərvərsiniz. Bunu eləyin. Eləyin görək. Doğrudanmı prezidentimizə bağlısınız? Doğrudanmı dövlətimizə bağlısınız? Doğrudanmı qanunlara bağlısınız? Və sual verirəm jurnalistlər. 21-ci maddənin Konstitusiyada Azərbaycan dili dövlət dilidir. Siz buna riayət edirsinizmi? Hörmətli Baku TV-nin müxbirləri, hörmətli CBC kanalı müxbirləri, buna riayət edirsinizmi? Niyə rus dilində efirlərinizi dayandırmırsınız? Niyə rus dilində verilişlər hazırlayanda alt yazı ilə Azərbaycan dilində yazırsınız? Niyə hələ də türk dilində serialları yayımlayanda alt yazı ilə Azərbaycan dilində daha doğrusu Azərbaycan dilində tərcümə edirsiniz? Deməli, nifrət edirsiniz bu ölkəyə. Nifrət edirsiniz bu dövlətə. Və mən nə yol hərəkəti qaydalarını pozmuşam, nə konstitusiyanı pozmuşam və sözümü də deyirəm, sözümü deyəcəm. Heç kimdən qorxmuram. Heç bir hədə qorxunuzdan qorxmuram. Həddinizi bilin və yerli yersiz mövzuları cəmiyyəti başını qatmayın. Ciddi mövzularla danışın. Ona görə də Cənab Prezidentin sərəncamı ilə elan edilən konstitusiya ilində
cəmiyyətə konstitusiyanın nə qədər önəmli olduğunu, konstitusiyaya əməl etmənin nə qədər vacib olduğunu təbliğ edin. Hünəriniz var, konstitusiyanı pozmayın. Hünəriniz var, yol hərəkəti qaydalarını pozmayın. Hünəriniz var, cərimələr verməyin. Pozmadan cərimələr verməyin. Amma baxıram sosial şəbəkələrdə vətəndaşlar cərimələrdən qorxurlar. Amma saxta vətənpərvərliyi cəmaatın beyninə yer edirsiniz. Və erməni faşizmindən tez-tez danışırsınız. Ermənilər Azərbaycana erməni dilini yaymayıblar. Amma təbii ki, Ermənistanı quran da Rusiya dövlətidir. Amma buna deməyə cəsarətiniz belə yoxdur. Qərbi Azərbaycan icmasının nümayəndələrlə biz dəfələrlə görüşmüşük. Dəfələrlə demişik ki, sizi bu vəziyyətə salan Moskvadır, şimal qonşularımızdır. Və ona görə də papaqlarınızı qoy fikirləşin. Heç kim uşaq deyil və heç bir məsələ bizim diqqətimizdən yayınmır. Amma bilin ki, bu cür mənasız mövzularla insanları saxta vətənpərvərlik yaratmayın. Buna nail ola bilməzsiniz. Siz əvvəl Azərbaycan dilini öyrənin, Türk dilini öyrənin və dünya tarixini öyrənin. Ümumiyyətlə, demokratiyanın tarixini öyrənin. Demokratiyanı öyrədin insanlara. Və çox qəribədir ki, demokratiya uğrunda mübarizə aparan insanlar başlayıblar saxta vətənpərvərlik yaymağa. Baxın, onların gündəm mövzusu imişlidir. Amma imişlidə polis haqqında qanunu pozan şəxsi qınamağa cəsarətiniz olmadı. Və gördünüzmü, həmin o xuliqanlar, polis maşınlarına xuliqancasına hücum eləyənlər həmin o cırtdan kimi şəkilləri biyabır oldular. Budur sizin demokratiya uğrunda mübarizəniz. Bəs siz cəsarətlisinizsə, cəsarətiniz var idisə, onları polis haqqında qanunu pozduğunu deyib, həmin şəxsləri polis orqanlarına aparardınız. Həmin o yol patrol xidmətinin əməkdaşının yol hərəkəti qaydalarına və polis haqqında qanunu pozduğuna görə onları qınaya da bilərdiniz. Və mən hesab edirəm ki, bunu edə bilmirsinizsə, gedin yerinizi, işinizi dəyişin. Ona görə də mən hesab edirəm ki, vicdanlı polislərimiz var, vicdanlı yol patrol xidməti əməkdaşlarımız var. Amma təbii ki, peşə fəaliyyətində nöqsanlara yol verən insanlar zaten cəzalandırılırlar. Amma bugün bu cür rəzil bir durumda 9 mayın qeyd edilməsi özü bir rəzillikdir. Yəni bu rəzilliyi yayımlayan insanlar, bunu müzakirəyə çevirən insanlar özləri rəzil insanlardılar. Çünki bizim dövlət bayrağımızın heç dərdini belə çəkmirlər. Çox təəssüf. Ona görə də mən sonda ulu öndərimiz Rəsulzadənin sözləri ilə bitirmək istəyirəm. Bir kərə yüksələn bayraq bir daha enməz. Sən bizimsən, durduqca bədəndə can, yaşa, çox yaşa, ey şanlı Azərbaycan.